Əlbəttə ki, prezervativlə qorumaq lazımdır. Sadəcə elə hallar var ki, prezervativ də burada kömək eləmir. İnsan papiloma virusu ömürlük bir virusdurmu, yoxsa bunun müəyyən bir uzun müddətli bir müalicəsi varmı? İnsan papiloma virusun sırf müalicə ilə, dərmanlarla keçməsi mümkün deyil. Üz nahiyəsində, əl nahiyəsində müəyyən papilomalar olur, kiçik. Bunlar da HPV-nin göstəricisidirmi, yoxsa bunlar başqa səbəblərdən doğa bilərmi? Kişi nə vaxtsa papilomanı ya yandırır, ya da analizdə çıxıb hal-hazırda immunitet güclü olduğuna görə çıxmır, 100% qaranti ilə qarşı tərəfə söyləmək olmaz ki, mən artıq bununla bitirmişəm. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı uroloq-androloq Cavid Aşırovdur. Salam Cavid doktor. Salam aleyküm. Necəsiz? Çox sağ olun, siz necəsiz? Çox sağ olun. Necə gedir işlər? Çox sağ olun. Çox təşəkkürlər sizə. Məni dəvət eləmisiniz. Çox aktual mövzuları mənə söylədiniz sizlə danışmağa. Buyurun. Doktor, son dövrlərdə çox yayılmış, istər digər cəmiyyətlərdə, istər də Azərbaycan cəmiyyətində ən çox yayılmış xəstəliklərdən biri də insan papiloma virusudur, HPV. Soruşmaq istərdim ki, bu HPV virusu ümumiyyətlə necə? Yəni insanlar buna yoluxurlar və sadəcə bu cinsi yolla yoluxma mümkündürmü? Yoxsa digər dəri təması və yaxud da hansısa bir əşyalardan və yaxud da ortaq hamam istifadəsindən falan insanlar bu xəstəliyə yoluxa bilərlərmi? Çox düz söyləmisiniz. Həm papiloma virus, həm digər cinsi yolla keçən xəstəliklər son zamanlar yayılıbdır. Buna səbəb kontrolsuz cinsi əlaqələrin artmasıdır. Qoruma vasitələrdən hamının məlumatı olmamasıdır. Müəyyən ümumi yerlərdən istifadə edəndə gigiyen şərtlərin pozulmasıdır. Papiloma virus əksər hallarda cinsi yolla keçir. Hətta prezervativlərdən istifadə edən zaman da keçə bilər. Ona görə ki, qasığın, cinsi orqanların digər yerlərdə olanda mikro zədələr olan zaman keçə bilir. Papiloma virusun 100-dən çox növləri var. Onların pis növləri, riskli, onkoaktiv növləri var və digər yüngül növlər var. Yoluxandan sonra papiloma virus uzun illər, 10 illərlə bədəndə biruzə vermədən qala bilər. 2 həftədən 2 aya kimi yoluxandan sonra özünü göstərə bilir. İmmun sistemindən asılı olaraq, individual bədənin qoruma mexanizmindən asılı olaraq bu virus uzun müddət özünü bildirmədən, hətta ömür boyu bildirmədən qala bilər. Belə suallarla pasientlər yaxınlaşırlar. Ailə quran zaman həm kişinin, həm qadının heç bir cinsi partnyor olmadan bir neçə ildən sonra, ailə həyatı sürəndən sonra bir nəfərində papiloma virus çıxır. Burada da suallar dərhal çıxır. Bəs necə oldu? Deməli, nəsə orada kimdənsə hətta tutma sualları da baş verir. Onun nadir hallarda həmən əşyalardan, gigiyen əşyalardan, tibbi manipulyasiyadan, hətta müəyyən yerlərdən, ya bu hansısa kosmetoloji vasitələrdən, ümumi istifadə olunan yerlərdən keçə bilir. Yenə də vurğulayıram, çox nadir haldır, ancaq yenə də baş verə bilər. Ondan sonra doğuş zamanı əgər qadında müəyyən virus növləri var və bədəndə özünü bildirib, uşaqlara da keçə bilir. İndi onların testləri daha dəqiq test PCR üsuludur. PCR ilə onu həm yaxmada, həm qanda, həm sidikdə, həm də dərhal virusun özündən, papilomanın özündən yoxlanıla bilir. İnsan papiloma virusuna qarşı olan peyvəndlər. Deməli, qardaşlik peyvəndləri, hansı ki, bu peyvəndlər virusu artıq tutduqdan sonra hansı dərəcədə effektivdir və yaxud da virusdan öncə, deyək ki, yeniyetmə və gənc yaşlarından öncədən olunan peyvəndlərdən sonra belə bu xəstəliyi, bu virusu insan tuta bilərmi və digər bir insanlara ötürə bilərmi?
Ümumiyyətcə papiloma virusla, kandilomalarla həm ginekoloqlar geniş məşğul olurlar, həm uroloji sahədə tez-tez rast gəlinir, həm də dəri zöhrəbi həkimlər birbaşa bu proseslə, bu problemlərlə məşğul olurlar. Və əlbəttə ki, ona qarşı vaksinlar mövcuddur. Vaksin nə halda istifadə oluna bilər? Əgər pasiyent hələ ki, insan, qadın, kişi hələ ki cinsi əlaqədə olmayıb, həmən o virusun vaksini vursa, özünü çox sığortalayır. Ancaq əgər müəyyən bir ştam, virusun, götürək ki 16-cı ştam artıq bu insanda var, əslində bu ömürlük qala bilir. İmmun sistemindən yenə də asılı olaraq, əgər immun sistemi bu virusla təmasda olub, sadəcə heç bir bürüzə vermədən uzun müddət 2 ilə kimi gizli qalıb, onu demək olar ki, tam minimal səviyyədə saxlaya bilər. O vaksin vurandan sonra bu şanslar daha da azalır. Virusun fəsadı daha da azalır. Sadəcə əgər 16-cı ştam olan pasiyent vaksin vurur, 16-cı tipdən bu vaksin onu sığortalamayacaq, qorumayacaq. Ancaq digər o vaksinin içində olan ştamlardan qoruyacaq. Ona görə ki, əgər bu pasiyent təzə cinsi partnyorlarla cinsi əlaqədə olsa, onlarda bilmək olmur hansı əlavə növ keçə bilər. Ola bilər bu pasiyentdə az riskli növ olmuşdur, ancaq partnyorda daha yüksək riskli növ var. Bu vaksin vurulandan sonra həmən o pis növ ona az ehtimalla keçə bilər. Bəs ən təhlükəli növləri hansıdır? Bildiyim qədərilə 16 və 18 səhv eləmirəmsə xərçəngə kimi gətirib çıxara bilir. Bu dediyim kimi növlərdən ən təhlükəlisi hansıdır? Tam doğru dediniz. 16-18 tiplər çox onko həssasdır, risklidir. Onunla yanaşı 6, 11, həmən bu 6, 11 tiplər, onlar doğuş zamanı uşaqlara da keçə bilirlər. Müəyyən boğazında da problemlər yarada bilirlər. Ondan yanaşı 33-cü tip, 52-ci tipdə daha riskli tiplərdir. Növlər 100-dən çoxdur. Onlar hamısını analizdə müəyyən eləmək də mümkün deyil. Vaksinlar isə siz bayaqları söylədiyiniz kimi 2 növ, 4 növ və 9 növdən qoruya bilər. Bu mövzuda soruşmaq istəyərdim ki, bu HPV-nin əsas göstəricisi olan dəri sirrləri, ümumiyyətlə bütün dəri sirrlərini insan papiloma virusu adlandırmaq olarmı? Yoxsa sadəcə genital bölgədə çıxan sirrlər sadəcə və sadəcə insan papiloma virusundan törüyür? Çünki insanlarda olur ki, müəyyən qədər üz nahiyəsində, əl nahiyəsində müəyyən papilomalar olur kiçik. Bunlar da HPV-nin göstəricisidirmi, yoxsa bunlar başqa səbəblərdən doğa bilərmi? İnsan papiloma virusunun yaratdığı ziyillər bədənin hər bir yerdə çıxa bilirlər, bədənin kürəyində də çıxa bilərlər, anal nahiyədə də çıxa bilərlər, dodaqda da, ağzında da çıxa bilirlər. Əgər analizində müəyyən tiplər aşkar olunmadı, ancaq bədəndə papiloma varsa, çox güman ki, bu papiloma virusunun yüngül növləridir. Əlbəttə ki, onları müəyyən bir növlərlə ya azot, ya lazer, ya elektrokoagulyasiya ilə, ya da birbaşa cərrahi müdaxilələrlə götürülməyi məsləhət olunur, tövsiyə olunur. Ona görə ki, onlar uzun müddət qalanda həm zədələnə bilər, həm yayıla bilər, həm də daha bədəndə olan zaman keçməyə meyillidir. Bəli, elə hallar olur ki, uzun müddət müəyyən bir yerlərdə genital nahiyədən kənar dəridə olan səpkilər, ziyillər varsa, onlar papiloma virusla bağlı olmaya da bilər. Onları izləmək lazımdır. Əgər bunlar həm böyümür, həm uzun müddət qalır stabil, həm də özünə itə bilər, onlar qorxulu sayılmır. Siyillər mütləq hansısa bir üsullarla dediyimiz dermatoloji üsullarla falan mütləq çıxarılmalıdırmı, yoxsa öz-özünə keçə bilərmi? Və siyillər ömürlükdürmü? Əslində, müəyyən vaxtlarda, müəyyən immun sistemin variantlarda 2 il ərzində xırda ziyillər öz-özünə itə bilər. Bəzi hallarda isə müəyyən səviyyəyə qalxmış, ölçülərə inkişaf olunmuş ziyillər ömür boyu da qala bilər. Əlbəttə ki, mən yenə də söylədiyim kimi, onları götürmək əgər 2 ildən artıq varsa mütləqdir.
Əgər tez-tez əmələ gəlirsə, onu heç 2 il də gözləmək lazım deyil, götürmək məsləhətdir. Ona görə ki, qadınlarda daha çox uşaqlıq boyunun hərçəngində, etiologiyasında böyük rol oynayır və əgər kişi nigahdan qabaq zaten bilir ki, onda ya bu zillər yandırılıb, ya da heç bir şərt olmadan check-up analizində bunlar çıxıbsa, mütləq qarşı tərəfə onu bildirmək, yaşı olar ki, ginekoloqun məsləhətindən sonra vaksin vurulub və ondan sonra nəzarətdə daimi saxlanmalıdır. Bəs insan papiloma virusu ömürlük bir virusdurmu? Çünki bir çox elm məqalələrdə, elm araşdırmalarda göstərilir ki, kişilər normal immunitet sistemi daha güclü olduğuna görə 2-3 il ərzində bu xəstəliyi, amma yenə də orada 100% sözü qeyd olunmur, 90-95% ehtimalla bu xəstəliyi artıq insan immunitet sistemi xaric edir bədəndən, amma qadınlarda bu prosedur daha uzun çəkir, yəni 3-4 il, bəzən 10 ilə kimi gedib çıxa bilir ki, insan papiloma virusu ilə yenə də yaşayır. Qısaca sualı toplasaq, soruşmaq istəyərdim ki, insan papiloma virusu ömürlük bir virusdurmu, yoxsa bunun müəyyən bir uzun müddətli bir müalicəsi varmı? Əslində, insan papiloma virus çox yayılıbdır və əhlinin indi uşaqlardan başqa 70-75% hallarda hansısa bir növ ya da bir neçə növ bir yerdə var. Bəli, onda bir neçə il ərzində immun sistemindən asılı olaraq bədəndə itə bilər. Virusun qanda titri çox aşağı yenə bilər. Ancaq əslində ömürlük onun yaddaşı demək olar, onun təsiri qalır. Düzdür, müəyyən analizlərdə, müəyyən illərdən sonra çıxmaya bilər. Ancaq 5-10 ildən sonra yenə də heç bir kənar əlaqələrdən, digər keçmə yollardan istifadə olmadan yenə də analizə çıxa bilər. Əvvəllər siyilər olan birisi test nəticələri mənfi çıxarsa, yenə də insan papiloma virusuna yoluxmuş birisi sayıla bilərmi və bu xəstəliyin, bu virusun əsas müalicə metodları, ən effektiv müalicə metodları hansılardır? İnsan papiloma virusun sırf müalicə ilə, dərmanlarla keçməsi mümkün deyil. İmmunitetə fikir verilir. Əgər immunitet bu insanda daimi aşağıdır, tez-tez düşür, əsas məqsədimiz immunitet gücləndirməkdir. Virus tez-tez çıxan halda mütləq dəri tam təmizlənməlidir. Müəyyən vasitələrdən, məsəl üçün qırxmaq üçün lezbiyalardan imtina eləməliyik. Təzə partnyorlarla olanda mütləq bildirməliyik. Ona görə ki, dəridə olmayan hallarda da nə vaxtsa analizdə çıxıbsa, partnyor bunu bilmədən yoluxa bilər, həm də ondan sonra nəzarətdən qaça bilər. Bu cür yanaşma ilə onun qarşısını almaq mümkündür ki, çox insanlar bundan yoluxmasın. Ancaq yenə də deyirəm, daha çox bu immunitetdən asılıdır və tam onun qarşısını almaq təəssüf ki, indiki zamanda mümkün deyil. Bəs keçmiş həyatında siyilləri olan və yaxud da insan papiloma virusu müsbət, yəni testlərdə, analizlərdə müsbət çıxan birisi, amma bir müddət sonra artıq müalicə alaraq, demək olar ki, virusun çox böyük hissəsini bədənindən atmış birisi, gələcəkdə yəni ailəlik planlaması, hamiləlik planlaması kimi hallarda necə davranmalıdır? Əgər uşaqlıq boyununda bir neçə dəfə prosedurlar aparılıb, burada xüsusi analizlər var, onko riskli vəziyyəti araşdırmaq üçün, ondan sonra təsdiq olandan sonra müəyyən toxumaları kəsilməklə əməliyyatlar icra olunur. Ondan sonra bəli, uşaqlıq boyununda proseslər yarana bilər və bu sırf həm hamilə qalmaq üçün, həm doğuş üçün bir problem törədə bilər. Lakin əgər kişi nə vaxtsa papilomanı ya yandırıb, ya da analizdə çıxıb, hal-hazırda immunitet güclü olduğuna görə çıxmır, 100% qaranti ilə qarşı tərəfə söyləmək olmaz ki, mən artıq bununla bitirmişəm. Ona görə ki, elə hallar da olur. Ailə qurandan sonra, həm uşaq olandan sonra hanımda ginekoloqun baxışda bir uşaqlıq boyunda zil çıxır, yoxlanılır, artıq bilinir bu onkoriskli tipdir, suallar yaranır. Sadəcə burada mütləq deyil ki, bu təzdən yaransın kişidə ya da təzdən keçsin kişiyə. Ola bilər həmən o uzun müddətdən qalan virus, özünü bildirməyən virus hal-hazırda immun sisteminə görə özünü bildirib.
Doktor, son olaraq mövzuda son sualım ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində sırf bu virusla bağlı eşitdiyiniz, duyduğunuz və yaxud da yanınıza gələn pasientlərdən yola çıxaraq, Azərbaycan cəmiyyətində insanların ən çox əl atdığı yanlış metodlar hansılardır, bu xəstəlik haqqında ən çox doğru bilinən yanlışlar hansılardır və bu virusa yoluxmuş olan insanlar və yaxud da yoluxmamış və gələcəkdə yoluxmasınlar deyə insanlara hansı tövsiyələrinizi verə bilərsiniz? Özünü qorumaq üçün profilaktik məqsədi ilə əlbəttə ki, kontrolsuz cinsi əlaqələr çoxlu partnyorlarla olmamalıdır. Əlbəttə ki, prezervativlə qorumaq lazımdır. Sadəcə elə hallar var ki, prezervativ də burada kömək eləmir. Düzdür, bəzi hallarda zillər digər yerlərdə yerləşəndə prezervativ ola-ola da keçə bilərlər. Qarşı tərəfə ən azı vizual fikir vermək lazımdır. Əgər papilloma virus artıq görünür, papillom zil şəklində görünür, əlbəttə ki, bu əlaqədən imtina eləmək lazımdır. İmmun sisteminə daimi fikir vermək lazımdır. Ona görə ki, tək papilloma virusla bağlı yox, digər həm cinsi sahəyə aid olan, həm də ümumi sağlamlığa aid olan xəstəliklərdən qorumuş oluruq. Ondan sonra da yanlış hərəkətlər nə ola bilər? Belə pasientlər məndə olur. Papilloma çıxıb, uzun müddət ona ciddi reaksiya verməyibdir, çalışıbdır özü ondan nəsə, hansısa bir vasitələrlə, kim zilyonka ilə yandırır, kim onları qopardır, hətta kəsən də olan olmuşdur. Onları daha da səpələnməyə imkan yaradırlar. Kökündən o proseslə məşğul olmadan sonra qarşı tərəfə, indi ya ailə quranda, ya da digər partnyorlara tez-tez yoluxur və populyasiyada bu viruslar artır. Belə bir hallar olan zaman mütləq müraciət eləyin, yoxlanın, müəyyən onları götürmək metodlardan istifadə eləyin və ailə quran zaman mütləq hanımlara bilgisi vermək lazımdır, demək lazımdır, ginekoloqun məsləhəti ilə həmən vaksinlardan istifadə eləmək, tövsiyə eləmək lazımdır. Çox sağ olun, dəvətimi qəbul edərək gəldiyiniz üçün. Ümid edirəm ki, həqiqətən də hal-hazırda danışdığımız mövzular sırf androloji sayədə ölkənin aktual mövzularıdır. Ümid edirəm ki, insanlar da bu verilişə baxaraq öz ölçülərini götürərlər. Çox sağ olun, dəvət eləmişsiniz məni. Mən özüm həmişə tərəfdarı olmuşam ki, tibbi sahəsində təbliğat aparsın. Hər il bizim gənc pokoleniyamız çoxalır. İstər-istəməz müasir zamanda imkanlar çoxdur. Bilgi olmayan insanlar pis bir vəziyyətə düşə bilirlər. Həm digər həkimlər, həm digər mediadan təbliğat aparmaq lazımdır. Doğru məlumat vermək lazımdır. Əslində son zamanlar insanları, hətta yaşlı olan insanları çaşdıran informasiyalar çoxdur. Bunları mütləq yoxlanmış informasiyanı vermək lazımdır. Tibb elə sahədir ki, burada yalan məlumatlar, səhvlər olmamalıdır. Ona görə ki, hər səhvin dalınca insanın bir həyati problemlər durur. Çox sağ olun dəvətinizə görə. İnşallah davamlı uğurlu olsun sizin proyektiniz. Təşəkkür edirəm, çox sağ olun. Sağlıq Saatın bugünkü qonağı uroloq-androloq Cavid Aşurov oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.